به صدای چند صدایی رادیو آراز نیوز گوش می دهید. Tarixdə elə gecələr var ki, qaranlıq bir millətin içində yanan ışığı daha da aydın göstərir. 1945-ci ilin o sərt Azər ya dekabr gecələri məhz bu gecələrdən idi. Təbrizin daş xiyabanlarında çökən soyuq sanki hər kəsin nəfəsini tutmuşdu. Hər küncdə bir pıçıltı, hər evdə bir gözləmə, hər ürəkdə bir sual dolaşırdı. Bu dəfə səsimiz eşidiləcəkmi? O günlərdə elin şairi vətənin azadlığı eşqi ilə sətirlərdə belə yazırdı. Yaxınlarda bu şeir şəhər meydanlarında səslənəcəkdi. Bəslənir qəlbimdə sonsuz hörmət Azərbaycana. İstərəm dünyada mən hürriyyət Azərbaycana. Sanmayın öz yurdumun əsrarına biganəyəm. Mən onun sovdayı eşqindən bücür divanəyəm. Mən xiyanət etmədim mərhum olan əcdadıma, İrz tək verdim bu yurdu qəhrəman evladıma. Hifz edib bu ölkəni baş əyməsin cəlladıma, onların avazı versin şöhrət Azərbaycana. Paydar olsun görüm odlu alovlar torpağı, dalğalansın şanlı ərkində ədalət bayrağı. Qəsrdən xoşdur mənə hər daxması, hər çardağı, bəslənir qəlbimdə sonsuz hörmət Azərbaycana. Mən Altay Urmulu. Siz Araz News Radyosu'nun Azadlıq və Ədalət programının 7-ci bölümünü dinləyirsiniz. Bugün birlikdə 1945-in Azər ayının soyuq gecələrinə gedəcəyik. O gecələrə ki, bir millətin susturulan dili yenidən danışmağa başladı. O gecələrə ki, illərin ağrısı bir anın içində umuda çevrildi. O gecələrə ki, Güney Azərbaycan Türk millətinin 100 illik yaddaşı yenidən oyandı. Və o gecələrin içindən bir səs yüksəldi. Bəzən yumuşaq, bəzən sərt, bəzən bir şeir kimi axıcı, bəzən bir qılınc kimi kəskin. Bir millət azadlığı üçün fədakarlıqdan qorxursa, azad yaşamağa haqqı yoxdur. Bu sözləri deyərkən o böyük insan təkcə bir siyasi lider değildi. O boğulan bir xalqın nəfəsini geri qaytaran bir nəfəs idi. Çünki bu torpaq uzun illər öz dilinə həsrət qalmışdı. Bu xalq öz adını deməkdən belə çəkinirdi. Bu tarix öz həqiqətini danışmamağa məhkum edilmişdi. Amma 21 Azər hər şeyi dəyişdirən gün oldu. Azərbaycan küçələri o gün minlərlə insanın addımı ilə titrədi. Öğretmenlər, öğrenciler, işçilər, aydınlar hamı meydana axışmışdı. Bir millət öz səsini geri almaq üçün birləşmişdi. Və o gün bu xalq dedi ki, biz buradayıq və burada da qalacağıq. Bu proqramda sizə yalnız bir ilin tarixini danışmayacağıq. Sizi o ilin ruhuna, o nəfəsə, o dirənişin gücünə yaxınlaşdıracağıq. Qaranlıq gecələrdə keçirilən gizli yığıncaqları, alınan talih yüklü qərarları, bir xalqın ürəyində böyüyən azadlıq istəyini. Bugün birlikdə 21 Azərin əsl mənasını danışacağıq. Bu yalnız keçmiş deyil. Bu, bugün də davam edən bir mübarizənin, sabah üçün daşınan bir dirənişin adıdır. İndi gəlin o böyük günün əvvəlinə dönək. Bütün bunlar necə başladı? 21 Azəri anlamaq üçün əvvəlcə o günə qədər baş verənləri bilmək lazımdır. Çünki heç bir azadlıq hərəkatı boşluqda yaranmaz. Hər milli uyanışın arxasında yığılan ağrılar, susturulan hekayələr, illərlə birikmiş bir hirs və bir umud olur. Güney Azərbaycanın hekayəsi də məhz belə bir hekayədir. 1925-ci ildə Rıza Pəhləvi hakimiyyətə gələndən sonra İranda tək millət, tək dil və tək kimlik düşüncəsi tətbiq olunmağa başladı.
Bu siyasət Güney Azərbaycan türkləri üçün uzun və ağır bir qaranlıq dövrün başlanğıcı idi. Türk dili məktəblərdən, məhkəmələrdən, dövlət idarələrindən çıxarıldı. Uşaqların ana dili qadağan edildi. Azərbaycan şəhərlərinin qədim türk adları dəyişdirildi. Kəndlər, qəsəbələr, hətta dağların belə adları farslaşdırıldı. Bir millətin dili onun yaddaşıdır. Dil yasaklananda yaddaş da tədricən qaralır. 1930-cu illər boyunca Güney Azərbaycan qəsdən geri saxlanıldı. Məktəb yox, yol yox, xəstəxana yox, sənaye inkişafı yox. Yalnız ağır vergilər, mədəniyyətimizə baskı və siyasi susturma vardı. Eyni illərdə bu torpaqlarda düşüncənin işığı yenə də öz yolunu tapmağa çalışırdı. Şeyx Məhəmməd Xiyabaninin Azadistan çağırışı hələ də qulaqlarda idi. Səttarxan, Bağırxan kimi qəhrəmanların adları uşaqlara pıçıltı ilə öyrədilirdi. Azərbaycan heç vaxt tam mənası ilə təslim olmamışdı. Amma qaranlıq ağır idi. Xalqın nəfəsi getdikcə daralırdı. Tarixdə 1941-ci il gəlib çatdı. İkinci Dünya Savaşı İranı da sarsıtdı. Sovet ordusu quzeydən İrana daxil oldu. Rıza Şah devrildi və yerinə daha zəif bir hakimiyyət gəldi. Bu dəyişikliklər Güney Azərbaycan üçün gözlənilməz bir fürsət yaratdı. Mərkəzi dövlət zəiflədi, baskı mexanizmləri dağıldı. İnsanlar ilk dəfə öz-özünə soruşmağa başladı. Görəsən öz haqqımızı özümüz ala bilərikmi? Təbrizdə, Ərdəbildə, Urmiyədə, Zəncanda gizli yığıncaqlar artdı. Öyrətmənlər toplaşırdı, jurnalistlər yazılar yazmağa başlayırdı. Öğrencilər öz aralarında müzakirələr aparırdı. Kəndlilər belə artıq açıq soruşurdu. Bu qədər zülmə qarşı nə vaxt ayağa qalxacağıq? Bu şərtlərin hamısı illərin ağırlığı, baskının sərtliyi, kimliyin inkarı, 1945-ci ildə baş verən böyük dönüşün 21 Azərin yolunu açdı. Bir millət artıq danışmağa qərar vermişdi. Dilini, kimliyini, adını, taleyini geri almağa qərar vermişdi. Və bu qərar Güney Azərbaycanın tarixində ilk dəfə olaraq təşkilatlanmış bir iradəyə çevrildi. İndi bu çətin və fırtınalı tarixi şəraitdə yeni bir siyasi hərəkat yüksəlir və onunla birlikdə Güney Azərbaycanın ilk müasir milli hökuməti qurulur. Azərbaycan Demokrat Firqəsi və Azərbaycan Milli Hökuməti. 1945-ci ilin payızı. Güney Azərbaycan Türk milləti öz gələcəyinin memarına çevrilir. 1945-də Təbrizdə yeni bir siyasi hərəkat yarandı. Azərbaycan Demokrat Firqəsi. Bu firqə təkcə bir partiya değildi. Bu, illərlə susturulan bir xalqın öz adı ilə danışmaq cəsarətinin canlanmış hali idi. Öyrətmənlər, fəhlələr, məmurlar, yəni karməndlər, kəndlilər, ziyalılar hamısı bir yerə toplandı və hamısı bir sözü deyirdi. Bu dəfə gələcəyimizi başqaları yox, özümüz yazacağıq. 1945-in dekabrında, yəni Azər ayında Təbrizdə tarixi bir məclis toplandı. Bu məclis Güney Azərbaycanın çağdaş tarixində ilk dəfə xalqın seçdiyi nümayəndələrdən ibarət idi. İllərdir bağlı qalan qapılar açıldı. Xalq ilk dəfə öz dərdini öz dili ilə danışa bildi və beləliklə Azərbaycan Milli Hökuməti quruldu. Bu hökumətin ömrü qısa oldu, amma gördüyü işlər, yaratdığı dəyişiklik və qoyduğu iz bir ömürdən də uzun sürdü. İndi gəlin bir ildə nələrin dəyişdiyinə baxaq. Ana dilində təhsil. Bəlkə də ən böyük inqilab bu idi. 10 illərlə qadağan olunan türkcə yenidən məktəblərə qayıtdı. Bir il içində 400-dən çox məktəbdə təhsil türk dilində oldu. Öyrətmənlər öz dillərində dərs keçdi. Uşaqlar ilk dəfə ana dillərində oxuyub yazdılar. Bu sadəcə təhsil islahatı değildi. Bu bir kimliyin dirilişi idi. Güney Azərbaycanda qadınlar ilk dəfə siyasi həyata qatıldı.
Qadınlar səs verdi. Bəzi bölgələrdə yerli idarələrdə vəzifə aldılar. O illərin qadın hərəkatı kiçik değildi. Böyük bir cəsarətin, böyük bir addımın başlanğıcı idi. Çünki qadın azadlaşanda cəmiyyət də azadlaşır. Əsrlər boyu bir neçə ailənin əlində olan geniş torpaqlar kəndlilərə paylandı. Bu sırf iqtisadi qərar değildi. Bir xalqın istismara qarşı atdığı ən böyük ədalət addımlarından biriydi. Kəndlilər ilk dəfə öz torpaqlarının sahibi oldular. Bir kəndlinin o gün dediyi söz hələ də tarix kitablarında çəkilir. Bugün torpağım oldu, sabah umudum olacaq. Milli hökumət bir il içində Türkçə qəzet və dərgilər nəşr etdi. Teatr qruplarını dəstəklədi, ədəbiyyat, tarix və xalq mədəniyyətini öne çıxardı. Təbrizdə Azərbaycan Universitetini yaratdı. Bütün bunlar illərlə unutturulmağa çalışan bir mədəniyyətin yenidən nəfəs alması idi. Xalqın güvənliyini qorumaq üçün fədai dəstələri quruldu. Bu dəstələr yalnız silahlı qüvvə değildi. Onlar həm də qürur mühafizi idi. Hər biri bu torpaq bizimdir və biz qoruyacağıq deyən insanların övladları idi. Cəmi bir ildə bu torpaqlar yarım əsrə bərabər bir dəyişiklik yaşadı. Dil dirildi, ədalət gəldi, qadınlar gücləndi, kəndlilər ayağa qalxdı, mədəniyyət yenidən doğuldu. Güney Azərbaycan Milli Hökuməti bəlkə bir il sürdü, amma bir il bir millətin taleyini dəyişdirməyə bəs etdi. İndi isə bu böyük dönüşümün arxa planındakı uluslararası fırtınalara keçirik. Sovet, İran, Amerika üçbucağı ya müsəlləsi və Güney Azərbaycanın bu güclər arasında necə tək buraxıldığı. Güney Azərbaycan Milli Hökumətinin yarandığı 1945-ci il təkcə yerli bir uyanışın deyil, dünyanın yeni bir düzənə sürükləndiyi çox sərt geosiyasi fırtınanın da ilidir. İkinci Dünya Savaşı başa çatarkən köhnə imperatorluqlar köçmüş, böyük dövlətlər yeni nüfuz bölgələri axtarmağa başlamışdı. İran isə bu mübarizənin tam ortasında dayanırdı. Quzeydə Sovetlər, güneydə İngilis, bölgəyə yeni girən isə Amerika idi. Mərkəzi İran hakimiyyəti savaşın ağırlığı altında zəifləyib, nüfuzunu itirmişdi. Güney Azərbaycanda yaranan siyasi boşluqda məhz bu böyük bölgesel çatlaqdan doğdu. Sovetlər 1941-ci ildə İrana girdiklərindən sonra quzeydən həm hərbi, həm də siyasi bir təsir qurmuşdular. Özəlliklə Azərbaycandakı narazılıq və mədəni kimliyin inkarı Moskonun diqqətini çoxdan çəkirdi. Bu bölgə həm tarixi, həm mədəni bağlara görə Sovetlərin təbii maraq sahəsi idi. Amma məsələ yalnız mədəni yaxınlıq değildi. Sovetlərin əsas məqsədi İranın neft sahələrində strateji üstünlük qazanmaq idi. Moskva İranın hökumətindən neft imtiyazı tələb etmiş, bu tələb rədd ediləndə siyasi vəziyyət daha da kəskinləşmişdi. Bu vaxt Amerika İranı savaş sonrası yaxın şərqdə Sovet təsirinə qarşı bir sədd olaraq görməyə başladı. Washingtonun Təbrizdəki konsolu Robert Rosso hesabatlarında bölgədəki hərəkatı diqqətlə izləyir, Sovetlərin İrandan çıxmaması halında bunun uluslararası bir böhrana çevriləcəyini yazırdı. Doğrudan da Güney Azərbaycan fərqində olmadan yeni başlayan soyuq savaşın ilk qarşıdurma məkanlarından birinə çevrilirdi. Bu arada Mərkəzi İran hökuməti öz içində dərin böhran yaşayırdı. İqtisadi çöküş, idarə etmə zəifliyi, müharibə yorğunluğu və artan narazılıq Tehranın həm gücsüz, həm də əsəbi davranmasına səbəb olurdu. Özəlliklə Türk kimliyinin yüksəlişi və xalqın təşkilatlanması rejim üçün ciddi bir təhlükə kimi görünürdü. Buna görə də İran hakimiyyəti Güney Azərbaycandakı hər inkişafı sadəcə sosial bir islahat yox, ölkənin bütünlüyünə yönəlmiş bir çağırış kimi dəyərləndirirdi. Tam da belə bir vaxtda Pişəvərinin rəhbərliyində yaranan Azərbaycan Demokrat Firqəsi bölgədəki bütün güc balansını dəyişdirdi. Firqənin xalqdan aldığı geniş dəstək İran dövlətinin çökmüş idarə etmə mekanizminin yerini doldurduğu kimi Sovetlər üçün də gözlənilməyən bir sosial gücə çevrildi. Sovetlər firqəni dəstəkləyirdi,
Amma bu dəstək heç vaxt şərtsiz değildi. Moskva öz böyük oyununu oynayır, Tehran və Vaşinqtonla danışıqlarda əlini gücləndirmək üçün Azərbaycan kartından istifadə edirdi. Bu qarışıq mənzərənin içində Güney Azərbaycan həm öz tarixi dirənişini yaşayırdı, həm də böyük güclərin siyasi oyunlarında istifadə olunma təhlükəsi ilə üz-üzə idi. İran, Amerikanın diplomatik dəstəyi ilə Sovetləri geri çəkilməyə məcbur etməyə başlayanda isə vəziyyət daha da sərtləşdi. Sovetlərin geri addımı milli hökumətin ən böyük müdafiə dayağını zəiflədir, Tehran üçün isə gözlənilən hərbi hücum fürsətini yaradırdı. 1946-cı ilin qaranlıq aylarına girildikcə Güney Azərbaycan milli hökuməti tədricən tək buraxılmış, ətrafı böyük güclərin qurduğu siyasi həlqə ilə sarılmışdı. Bu həlqə tezliklə ağır bir ordu yürüşünə, taleləri dəyişən qarşıdurmalara və tarix kitablarında hələ də qanayan bir yaraya çevriləcəkdi. Hər böyük umud bəzən taleyin amansız ağırlığı ilə sınanır. Güney Azərbaycan milli hökumətinin hekayəsi də böyük bir oyanışdan sonra gələn ağır bir sarsıntının hekayəsidir. 1946-cı ilə yaxınlaşdıqca bölgəsəl və uluslararası balanslar xalqın qurduğu o qısa, amma parlaq baharı yavaş-yavaş sarsıtmağa başlamışdı. Sovetlərin İrandan çıxmağa razı olması bu prosesin ən kritik dönüş nöqtəsi oldu. Moskva, böyük dövlətlər arasındakı danışıqların nəticəsi olaraq ordusunu İran torpaqlarından çəkdi və bununla da Güney Azərbaycan üzərində illərdir duran qoruyucu hərbi həlqə bir anda yoxa çıxdı. Bu qərardan sonra Sovetlərin Pişəvəri hökumətinə verdiyi siyasi dəstək də gözlə görünəcək bir şəkildə azaldı. Beləcə, bölgənin gələcəyi kəskin və sərt küləkləri açıq vəziyyətə düşdü. Tehran hakimiyyəti isə əksinə sürətlə güc toplamağa başladı. Amerikanın diplomatik dəstəyi, İngiltərənin bölgə maraqları və İran ordusunun yenidən təşkilatlanması Tehranı Güney Azərbaycana qarşı planlaşdırdığı böyük əməliyyata adım-adım yaxınlaşdırırdı. Mərkəzi hökumət Güney Azərbaycandakı dəyişimi bölünmə təhlükəsi kimi göstərir, xalqın azadlıq istəyini bir hüquq axtarışı deyil, ölkənin bütövlüyünə qarşı təhlükə kimi təqdim edirdi. Bu, Tehranın gəldikcə sərtləşərək hərbi hücumunun ilk ideoloji zəmini idi. Bu arada milli hökumət içərdən də sıxışdırılmağa başlamışdı. İqtisadi mühasirə, mərkəzdən kəsilən dəstəklər, ticarət yollarının bağlanması və sərt qış şərtləri xalqın gündəlik həyatını ağırlaşdırmış, hökumətin hərəkət imkanlarını daraltmışdı. Fədai dəstələri qəhrəmancasına müqavimət göstərirdi. Amma ağır silahlı ordu qarşısında uzun müddət dayanacaq gücə malik deyildilər. Pişəvəri hökuməti diplomatik yol axtarırdı. Tehranla dəfələrlə danışıqlar apardı. Amma heç bir görüş güvənlik təminatı vermədi. Çünki böyük dövlətlərin qərarı çoxdan verilmişdi. 1946-cı ilin dekabrı, yəni Azər ayı yaxınlaşanda İran ordusu böyük bir qüvvə ilə Güney Azərbaycanın üstünə yürüdü. O günlər bu torpaqların yaddaşına həkk olunmuş ən ağrılı günlərdir. Təbrizin girişində düşmən irəliləyərkən küçələrdə qorxu yox, ağır bir hüzün və qərarlı bir səssizlik var idi. Xalq bir il boyunca nəfəsini açan azadlıq yolunun bağlanmaqda olduğunu hiss edirdi. Fədailər bəzi bölgələrdə son ana qədər dirəndilər. Amma düşmənin silahları nəticəsində yaranan güc fərqi bu dirənişi qəhrəmanlığa çevirən, lakin qələbə gətirməyən bir mübarizəyə çevirdi. İran ordusu şəhərə girdikdən sonra yaşananlar uzun illər açıq şəkildə danışılmayan ağır bir faciədir. Evlər basıldı, yüzlərlə aydın tutuldu, onlarla insan edam edildi, minlərlə adam sürgünə göndərildi. Milli hökumətin Ədliyyə naziri Firidun İbrahimi də daxil olmaqla
bir çox şəxs heç bir ədalətli məhkəmə olmadan asıldı. Məktəblər bağlandı, türkcə nəşrlər yasaqlanıldı, qəzet mətbəələri möhürləndi. Bir il boyu yenidən doğulan mədəni həyat bir gecənin içində qaranlıqda boğuldu. Və pişəvəri, Güney Azərbaycanın böyük lideri geri qayıda bilmədi. Onun ölümü hələ də qəza adı ilə örtbasdır edilir. Amma o qəzaya düşən kölgələr bu günə qədər aydınlaşmayıb. Pişəvərinin ölümü yalnız bir insanın ölümü değildi. Bir millətin umudlarını daşıyan bir dövrün də bağlanışıydı. ...1946-cı ilin sərt qış günlərində Güney Azərbaycan tamamilə tək buraxılmış, dünyanın böyük gücləri öz pazarlıqlarını tamamlamış, bu torpaqların taleyi ağır bir qiymətlə möhürlənmişdi. Milli hökumət bir il yaşadı, amma onun yıxılışı bir ilin yox, 100 illərin acısını daşıdı. Amma bir həqiqət var idi və o həqiqət o gündə yaşayır. Yıxılan bir hökumət idi, amma yıxılmayan bir fikir. Söndürülən bir idarə idi, amma sönməyən bir kimlik. Dağıdılan bir quruluş idi, amma unudulmayan bir dirəniş ruhu. 21 Azərin üstündən demək olar ki, bir əsr keçib. Amma bu tarix Güney Azərbaycanın yaddaşında təkcə keçmişə aid bir səhifə kimi qalmayıb. Əksinə, bugün yaşanan mübarizələri anlamaq üçün hələ də ən güclü açarlardan biridir. Çünki 1945-ci ildə bir il boyunca yaşananlar bir xalqın nələri itirdiyini yox, əslində nələrə layiq olduğunu göstərən bir aynaydı. Bugün Güney Azərbaycan türkləri hələ də mədəni haqları üçün mübarizə aparırsa, ana dilində təhsil hələ də tələb edilirsə, kimlik məsələsi hələ də canlı bir konudursa, bu 21 Azərin yarım qalmış mübarizəsinin hələ də nəfəs aldığının sübutudur. Hər yasaqlanmış kitabın arxasında, bağlanan hər dərsin, susturulan hər səsin ardında o bir illik azadlığın xatırlatdığı bir həqiqət dayanır. Bu xalq öz dilində yaşamaq istəyir. Azərbaycan istəyir ki, İranın qalan hissəsi ilə birlikdə Hindistan kimi əsir vəziyyətdə qalmaq yerinə özünə İrland kimi azad bir ölkə olsun. Bugünkü Güney Azərbaycan türk gəncliyi 1945 nəsli kimi ağır baskılar altında böyüyə bilər. Amma bu gənclik tariximizin ən bilincli, ən təşkilatlanmış, ən dirəncli nəsillərindən birinə də çevrilə bilər. Və bəlkə də ən önəmlisi budur. 21 Azərin taleyi təkcə Azərbaycanın taleyi deyil. Bütün bölgənin, özəlliklə də İranın gələcəyinə işıq salan bir yol ayrımıdır. Çünki bir ölkədə kimlik azadlığı yoxdursa, orada həqiqi demokrasi də yoxdur. Bir xalq ana dilində danışa bilmirsə, o cəmiyyətin ədalət iddiası da binövrəsizdir. Və bir millət özünü sərbəst ifadə edə bilmirsə, heç bir siyasi proje uzun ömürlü ola bilməz. Bugün İran dərin bohran içində çabaladığı zaman, Güney Azərbaycan türklərinin sözünü, tələbini, kimliyini görməzlikdən gələn hər yanaşma rejimin ən böyük səhvlərindən biri olaraq qalır. Tarix dəfələrlə göstərib ki, baskı ilə susturulan bir kimlik zamanı gələndə daha güclü səslə geri qayıdır. 21 Azərin qoyub getdiyi ən qalıcı miras da budur. Qorxunun yox, iradənin tarixi. Bugünkü Güney Azərbaycan türklərinin mübarizəsi artıq sadəcə mədəni tələblərdən ibarət deyil.
hüquqi, siyasi və ictimai bərabərlik axtarışıdır. Ana dilində təhsil, yerli idarəçilik, mədəni azadlıq, iqtisadi pay, qadın haqları və siyasi təmsilçilik kimi tələblər 1945-in yox, 2025-in və gələcəyin zərurətləridir. Və bu tələblər heç bir üstünlük deyil, dünyanın hər yerində qəbul olunan təbii insan haqlarıdır. Bir xalqın yaddaşı rahat silinməz. Özəlliklə o yaddaş bir il boyunca nəfəs alıb umud tapmışsa. Bugün Güney Azərbaycanın xiyabanlarında səslənən azadlıq, ədalət, milli hökumət şüarında 21 Azərin ruhunun hələ də yaşadığını görürük. Bu ruh bizə bir söz deyir. Taleyini başqalarına buraxan millət öz gələcəyini itirər. Amma öz səsinə sahib çıxan millət zaman nə qədər keçsə də keçsin, yenidən ayağa qalxma yolunu mütləq tapar. Bəzən bir il bir ömür qədər uzun olar. Bəzən də bir ömür bir il qədər qısa. Güney Azərbaycan milli hökumətinin buraxdığı iz də elə bir izdir ki, öz gücünü müddətindən yox, mənasından alır. O hökumət sadəcə bir il yaşadı, amma bir əsrin yaddaşını daşıdı. Sadəcə bir il sürdü, amma bir millətin bütün gələcəyinə yön verdi. "21 Azər hekayəsi yıxılan bir hökumətin deyil, yıxılmayan bir kimliyin hekayəsidir. Sililən bir dövlətin deyil, silinməyən bir səsin hekayəsidir. Və boğulmaq istənən bir hərəkatın deyil, boğula bilməyən bir iradənin hekayəsidir." Bu programın sonunda bir həqiqəti demək lazımdır. Bu torpaqlarda hər yasaklanan söz yeni bir yaddaşa çevrilir. Bağlanan hər məktəb yeni bir dirəniş fikrini böyüdür. Susturulan hər səs başqa bir yerdə daha cür bir çağrışa dönüşür. Çünki 21 Azər Azərbaycan Türk millətinin özünə mən varam dediyi gündür. Təbrizin küçələrində, Urmiyenin hətta qurumuş sahillərində, Ərdəbilin məhəllələrində, Zəncanın bazarında, bütöv Azərbaycanda, bu xalqın ürəyində hələ də eyni suallar dolaşır. Biz kim idik? Nə olduq? Nə olacağıq? Bu program boyu danışdığımız hər səhnə bu sualın cavabına doğru bir addım idi. Və o cavab bəlkə də ən çox pişəvərinin öz sözlərində can tapır. Biz bu yoldan dönməyəcəyik. Çünki bu yol millətin yoludur. Millətin haqqı isə heç vaxt ölməz. Əgər Tehran irtica yolunu seçəcəksə, buyursun. Yol onun olsun. Azərbaycansız öz yolu ilə davam etsin. Bizim son sözümüz budur. Bu söz təkcə keçmişin deyil, bugünkü Güney Azərbaycan türklərinin gözündə parlayan ışıqdır. Xiyabanlarda səslənən tələblərdir, qadınların cəsarətidir, öğrencilərin dirənişidir, sürgündə yaşayanların qəlbində daşıdığı xatirədir və bəlkə də ən önəmlisi, öz gələcəyini axtaran bir millətin qətiyyətidir. 21 Azəri anlamaq, bir ili anlamaq deyil. Güney Azərbaycan Türk millətinin niyə hələ də öz ana dilində təhsil almaq istədiyini, niyə öz mədəniyyətini qorumağa çalışdığını, niyə kimliyinə sahib çıxmaqdan vaz keçmədiyini anlamaqdır. 21 Azər Güney Azərbaycanın ürəyinin döyündüyü gündür və o ürək hələ də döyünür. Bugün
Bu verilişi bitirirkən o ürəyin səsini eşidən hər kəsə bir daha xatırlatmaq istəyirəm. Bir xalq öz səsini itirəndə tarixdən silinir. Amma Güney Azərbaycan bütün çətinliklərə baxmayaraq hər baskıya, hər yasağa, hər unutturma cəhdinə rəğmən öz səsini itirmədi və itirməyəcək. Çünki bu səs yalnız bir dilin səsi deyil, bir xalqın varoluşunun səsidir. Və varoluş susturularaq deyil, ancaq azad edilərək yaşar. Bu 21 Azərin hekayəsi idi. Və bu hekayə hələ də davam edir. Mən Altay Urmulu. Siz Araz News radiosunun Azadlıq və Ədalət proqramını dinlədiniz. Bir çox xəzan gəlib keçdi. Bir çox karvan qonub köçdü. Bir xəzanda yetim qaldıq. Bir xəzanda sevdalandıq. Bir xəzanda alovlandıq.